Televizorda bir proqramda aparıcı milyoner qonağından soruşur. Həyatınızda sizi ən çox xoşbəxt edən şey nə olub? Qonaq belə cavab verir. Həyatımda 4 xoşbəxtlik mərhələsi yaşadım. Bunlardan birincisi mala, əşyaya alışqanlığım oldu. Əldə edəndə xoşbəxtliyin bu olmadığını anladım. İkincisi, çox bahalı şeylər istədim. Onları da əldə edəndə onların xoşbəxtliyinin zaman keçdikcə təsirinin azaldığını gördüm. Üçüncü isə böyük şirkətlər, məsələn, bir futbol klubu sahibi olanda xoşbəxtliyi taparam deyə düşündüm. Amma xəyal etdiyim xoşbəxtliyi onlarda da tapmadım. Hətta gördüm ki, imkanlarım çoxaldıqca məsuliyyətim artır. Dördüncüsü isə bir dostum məndən əlil uşaqlar üçün təkərli araba almaqda sponsor olmağımı təklif etdi. Tez küllü miqdarda pul bağışladım. Həmin arabaların təslim günü gələndə dostlarım uşaqlara arabalarını öz əllərimlə təslim etməyimi və onların sevincinə şərik olmağımı istədi. Təbii ki, getdim. Uşaqların arabalarını istifadə edəndə verdiyi sevinc ifadəsi məni çox xoşbəxt etmişdi. Oradan çıxmaq istəyəndə bir uşaq ayağımdan yapışdı. Yavaşca ondan qurtulmağa çalışdım. Amma o ayağımı buraxmır və diqqətlə üzümə baxırdı. Məndən başqa bir istəyin varmı? Deyə soruşdum. Uşağın cavabı mənə həqiqi xoşbəxtliyin adresini vermişdi. Yox, heç nə istəmirəm. Sadəcə üzünü yaddaşımda həkk eləyirəm ki, cənnətdə qarşılaşdığımız zaman səni tanıyım və Allahın huzurunda sənə bir daha təşəkkür edə bilim. Son olaraq unutmayın, xoşbəxtliyi dadmağın tək çarəsi onu paylaşmaqdır.